mənim əzizlərim. Tərəzi bürcünün illik sevgi proqnozu ilə davam edirik. Bu il tərəzilər üçün sevgi mövzusu tarazlıq və qərar üzərində qurulur. Tərəzilər artıq münasibətlərdə hər kəsi məmnun etməyə çalışmaqdan yorulacaq. Bu il əsas sual budur. Sən nə istəyirsən? İlin əvvəlində sevgi həyatında tərəddüdlər ola bilər. Subay tərəzilər bir neçə seçim arasında qala bilər. Münasibətdə olanlar isə münasibətin gələcəyi ilə bağlı ciddi düşünməyə başlayacaqlar. Bu il yarımçıq qalan bağlar səni daha çox yora bilər. Bu il tərəzilər üçün sevgi yalnız romantika yox, ədalət, dürüstlük tələb edir. Səssiz qaldığın mövzular dilə gəlməlidir. Əks halda daxili balans pozula bilər. Xüsusən də planetlərin tranzitlərinə baxsaq, fevral, mart aylarında münasibətlərdə aydınlaşma ayı ola bilər. İndi isə enerjinin kartlarla necə göründüyünə baxaq. Tərəzi enerjisi. Bu kart göstərir ki, sən uzun müddət sevgidə gözləmə mövqeyində qalmısan. Qarşı tərəfin dəyişməsini gözləmişsən, amma öz ehtiyaclarını ikinci plana atmışsan və yaxud da qarşı tərəfdən hər hansı bir addım, dəyişiklik gözləmişsən, hərəkət gözləmişsən və qarşılıq görməmişsən. Bu kart tərəzi üçün çox simvolikdir. Bu il sevgidə hər şey ölçülür, çəkilir, qarşılığı verilir. Artıq balanssız münasibətlər ya düzəlməlidir, ya tamamlanmalıdır. Danışıqlar aparılıb, aydınlaşdırılmalıdır. Bu kart qarşılıqlı sevgi, harmoniya deməkdir. İlin sonunda tərəzilər üçün bərabər, sağlam, romantik bir münasibət görünür. Ümumi bu il sevgi sənə deyir, özünü seç, özünü düşün. Bu egoizm deyil, ədalətli ol münasibətlərdə, balansı qoru. Bu qədər mənim əzizlərim.